Biraz yaxşıyam. Sizin də bayramınız mübarək. Bayramı belə yaxşıca qeyd eləyin. Mən rahat olub. Aramızda bir 2-3 kilometr məsafə var. Dünyanın o başında deyirəm. Biraz can sağlığınızdan müğayət olun. Soruşan hər kəsə salam deyin. Mən yaxşıyam. Yaxşı olacaq. Fevralın 6-sında Argument AS saytının baş redaktoru jurnalist Şəmşad Ağa 2 ay 1 gün müddətinə həbs edilib. O, Meydan TV işi üzrə qaçaqmalçılıqda ittiham edilir. Şəmşad Ağa ittihamı qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir. Jurnalist fevralın 5-də gecə saatlarında saxlanılıb. Ailə üzvlərinin sözlərinə görə qara maskalı əməliyyatçılar müstəntiqlə birgə Şəmşad Ağanı evə gətirib və evində detallı axtarış aparılıb. Qardaşı Cəmşid Ağayev bildirir ki, Şəmşad Ağa digər əksər müstəqil jurnalistlər kimi şəxsinin də həbs ediləcəyini əvvəldən hiss edibmiş. O mənlə həm qardaş, həm sirdaş kimi idi. O mənə həmişə deyirdi ki, mən təmizəm qardaş, mən paşam. Mənə görə həmişə başı dik tut, başı əyməginə, nə olursa olsun. Ancaq mən bu prosesləri belə görürəm. Bir gün bu bizim qapımızda da baş verə bilər. Bunu deyirdi mənə. Gözləyirdi, deyirdi bu şərlənmək belə gedir. Ona görə ki, mənim jurnalist yoldaşlarım heç bir günahın sahibi deyir, bunlar həbs olunublar. Kimlərsə burada narahatdır bu həqiqəti üzə çıxartmaya görə. Ona görə bir gün bu bizim qapıda da bu hadisə baş verə bilər. Ancaq üzü ağ cəmiyyətdə gəz, başı dik tut, narahat olma, yaxşı olacaq. Başqa ərazidə idim, mənə qardaşım zəng elədi ki, qardaşımızı götürdülər, saat 2-də evə gəliblər. 8 nəfər üzü maskalı olub, bir də müstəntiq olub. Evdə olan telefonları, kompüteri, planşet olub, köhnə telefonlar olub, flash kartlar olub, hamısını yığışdırıblar. Burada əməliyyatçılardan biri onu vurmuşdu. Qarın nahiyəsindən yumruqla vurmuşdu. Ona görə mədəsində, qarın nahiyəsində ağrı var idi. Məhkəmə günü elə bir vəziyyət yarandı, elə bir çəpər hördülər. Biz orada hardasa 2-3 saat qabaq gözləyirdik. Əli qandaqlı adamlar gətirib bizim yanımızdan sakitcə keçirdirdilər. Ölçüsünə yox idi, demirdilər ki, çəkilin dalı bir şey. Həmin müddətdə Şahnazla Şəmşadı eyni vaxtda bir maşında gətirdilər. Polisdən elə bir çəpər hördülər ki, elə bir ki, hansısa bir cinayətkar, neçə illərin cinayətkarı bu polislərin əlindən buraxılsa, qıraqdakilərə zərər yetirəcək. Bütün qərarları vermişdilər, artıq vermişdilər, mən elə görürəm. Bu qərarlar verilmişdi, icra eləyirlər yavaş-yavaş. Bir qurum var ki, bu jurnalistlərə qarşı müharibə açıb, həmin jurnalistlər də onlar üçün çalışır. Onlar nə istəsə, o jurnalistlər, o saytlər onu yazacaq, onu deyəcəklər. Belə bugün desələr ki, həmin jurnalistlərə söyüş yazın, cürbəcür təhqirlər yazın, onlar yazacaq. Bugün desələr, onları tərifləyin, məcburan onlar tərifləyəcək. Onlar buyruq quludur, onlar mirzələrdir. Şəmşadın böyük bir vəsaiti olsaydı, əyəm qaçaqmalçı olsaydı, Şəmşad bugün ipotekada qalmazdı. Mən gəlib Bakıda fəhləlik eləyirəm, onun imkanı olsaydı, məni qoymazdı fəhləlik eləməyə. Deyərdi, otur rayonda. Mənim anam hal-hazırda Parkinson xəstəsidir. Əgər Şəmşadın imkanı olsaydı, o 20 minə, 30 minə əməliyyat eləyirlər. Aparat qoyurlar beyni, neçə nəfərlər eləyib, bizim o imkanımız olmayıb eləməyə. Biz 4 qardaşın, əgər Şəmşadın o imkanı olsaydı, biz o əməliyyat elətdirirdik. Ana heç nə dərk eləmir, ananın yaddaşı pozub həmin xəstəlik. Ana heç bilmir, övladı tutulub, harda deyil, bunları ana bilmir. Müstəqil media olan hadisələri olduğu kimi yazır, göstərir. Ona görə də bu kimlərəsə sərf eləmir, kimlərəsə. Götürək deputatlar, məmurlar və gedir başqa məsələn. Bunlara sərf eləmir. Bunlar istəyir ki, sakitçilik olsun. Biz yediyimizi yiyək, gördüyümüz işləri yerinə yetirək. Bunlar üçün bu sərf edir. Otağı araşdırdılar, bütün kitabları burada tökdülər, baxdılar kitabların arasına zadına. Burada nə qədər yəni ipotekanın şeyləri vardı, çekləri vardı, belə işıq çekləri vardı, hamısı onlara baxdılar. Dolabı açdılar, burada köhnə modemin zadın qabları vardı, onlara baxdılar. Köhnə fləşlər zadlar vardı, götürdülər hamısını.
Sonra orada netbook vardı, onun korobkası özü işləmirdi. Burada köhnə planşet vardı, ümumiyyətlə heç işlənmirdi, ekranı da qırılmışdı. Onu da götürdülər, apardılar. Sonra bu kitabları, dini kitabları, yəni heç bir problemli kitab deyil də bu, hamının oxuduğu Qurani Kərimə qədər, yəni baxdılar ki, bunlar nə kitablardır, niyə? Bəs qardaşım da dedi ki, mənim qardaşım hacıdır, namaz qılandır, yəni bu kitablar onundur, oxuyur, mütaliə eləyir. Stolun altına qədər baxdılar, bu tumuçkalarına qədər, yəni baxdılar, nə var içində baxdılar. Sonra divanı qaldırdılar, orada yolka ağacı var, ona qədər baxdılar, klokun içinə qədər baxdılar. Mənim pul qabıma qədər baxdılar, kartlara da hamısına baxdılar. Sonra Şəmşadın pul qabısından kartları zadı hər şeyi götürmüşdülər, heç nə qalmamışdı. Yolda Şəmşadı tutmuşlar, gecə gətirdilər. Gecə saat 2-yə 14 dəqiqə işləyirdik. Öndə qapı möhkəm döyülür. Şəmşad da açarı olurdu, qapını açır, döymürdü. Və Şəmşad gördü, mənə deyir ki, mən tutublar, dur. Mən də durdum, paltarımı geyindim, çıxdım qapıya. Birinci uşağa baxdım, dedim, qoy uşaq oyanmasın. Yatmışdı uşaq, sonra da qapıya. Möhkəm qapını döydülər ki, aç qapını, aç qapını. Ondan sonra girdilər içəri. Başladılar evdə araşdırma aparmağa. Ardasa 8-9, bəlkə də ondan yuxarı maskalı şəxslər idi. Üzləri görünmürdü, bir dənə gözləri görünürdü. Müstəntiq də dedi ki, yəni mənə məhkəmədən order veriblər evi axtarmağa və o sənədi göstərdi. Sonra da şkafları açdılar. Burada evin ipoteka sənədləri, çeklər zadlar, telefon, köhnə telefon qabları zadı. Hamısı, yəni bunları şey elədilər, baxdılar içinə zadına. Yəni heç bir şey yox idi. Sadəcə Şəmşadın Argumentazın baş redaktorudur, hamı bilir bunu. Argumentazın möhürü var idi, zad bunları hamısını gördülər, götürdülər, apardılar. Paltar dolablarına açıb baxdılar. Çamadanlar vardı, çamadanların içinə qədər baxdılar. Sonra oradakı tumuçkalara zada baxdılar hamısına. Amma yəni elə bir şey yox idi ki, evdə tapsınlar. Çünki evdə nə ola bilər? Hətta yuxarı uşaq corabdan top düzəltmişdi, vurmuşdu. Onu belə şey elədilər ki, o nədir orada? Onu şey eləyin. Dedim, problem yoxdur, istəyirsin mən çıxım onu oradan düşürdüm. Baxın, uşaq top düzəldib, daha rezin topla oynamağa qoymuruq deyə. Topu vurub corab düşüb ora. İstəyirsiniz çıxım düşürdüm. Yəni gördülər, yox, həqiqətən elə bir şeydir.